Yay tətilində digərlərinin necə istirahət elədiyinə baxıb, depressiyaya düşənlərin sayı çoxalmağa başlayır. Bu barədə mütəxəssislərin açıqlaması var. Sona qədər baxın, xəbərdar olun və siz də həqiqi istirahətin nə demək olduğunu bilin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Sosial şəbəkələr qaçırılmış yay sindromunu gücləndirir. İdeal tətil ardınca qaçış insanları yorğun hala salır. İqlim dəyişikliyi uşaqların sağlamlığını təhdid edir. Dünyada demək olar ki, hər bir uşaq iqlim risklərinə məruz qalır. Soyuqbaşlıq beynin fəaliyyətini dəyişdirə bilər. Alimlər soyuq stimulyasiyanın depressiya əlamətlərini azaltdığını aşkarlayıb. Alimlər peşə seçimi üçün testlər hazırlayıb. Avropanın ən təmiz və ən çirkli çimərlikləri açıqlandı. Kipr zirvədə, Albaniya sonuncu sırada yer aldı. Depressiyadan tez qurtulmaq istəyirsinizsə, buz kimi suyun içinə başınızı salın. Bəli, yanlış eşitmədiniz. Alimlərin yeni araşdırmasıdır. Soyuq başın depressiyanı qovduğunu iddia eləyirlər. Baxaq. Soyuqbaşlıq beynin fəaliyyətini dəyişdirə bilər. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Dövlət Universitetinin alimləri baş nahiyəsinin soyudulmasının beyin fəaliyyətinə və psixoloji vəziyyətə təsir göstərə biləcəyini müəyyən edib. Araşdırmanın nəticələri göstərib ki, qısa müddətli soyuq stimulyasiya insanlarda rahatlama hissini gücləndirə və depressiya əlamətlərini azalda bilər. Tədqiqatda 18-26 yaş arasında olan 24 könüllü iştirak edib. İştirakçıların yarısı qaranlıq otaqda təxminən 3,5 dərəcə Selsi temperaturunda maye dövran edən xüsusi qəbilgəni 30 dəqiqə ərzində taxıb. Prosedurdan dərhal sonra aparılan elektroensefalografiya müayinəsi həmin şəxslərdə alfa ritmlərinin təxminən 4% artdığını göstərib. Alfa ritmlərinin yüksəlməsi adətən sakit və ayıq vəziyyətdə əlaqələndirilir. Müqayisə üçün istifadə olunan nəzarət qrupunda isə bu göstərici 0,5% azalıb. Lakin bir həftə sonra aparılan təkrar ölçmələrdə qruplar arasında fərq müşahidə edilməyib ki, bu da təsirin müvəqqəti olduğunu göstərir. Araşdırma zamanı başı soyudulan iştirakçılarda depressiya əlamətlərinin daha çox azaldığı da qeydə alınıb. Alimlər hesab edirlər ki, bu təsir birbaşa beyin elektrik aktivliyinin dəyişməsi ilə deyil, soyuqluğun yaratdığı rahatlama və psixosomatik reaksiyalarla əlaqədar ola bilər. UNICEF dünyada mövcud olan iqlim dəyişikliklərinin uşaqların sağlamlığına mənfi təsir göstərdiyini bildirir. Detallara baxaq. BMT-nin Uşaq Fondu iqlim dəyişikliyinin uşaqlara təsiri ilə bağlı yeni hesabat yayıb. Hesabata görə dünyada demək olar ki, bütün uşaqlar sağlamlıq və inkişaf üçün təhlükə yaradan iqlim riskləri ilə üz-üzədir. Hazırda dünyada uşaqların yarısı eyni vaxtda ən azı 3 fərqli iqlim təhlükəsinin təsiri altında yaşayır. Mütəxəssislər bildirirlər ki, uşaqların orqanizmi hələ inkişaf mərhələsində olduğu üçün onlar böyüklərlə müqayisədə istiyə, havanın çirklənməsinə və yoluxucu xəstəliklərə daha həssasdırlar. Güclü istilər uşaqlarda susuzlaşma, istilik vurması və tənəffüs problemlərinin riskini artırır. Bundan əlavə, hamiləlik dövründə yüksək temperatur vaxtından əvvəl doğuş və müxtəlif ağırlaşmalarla əlaqələndirilir. UNICEF-in məlumatına görə 1,5 milyarddan çox uşaq tez-tez və güclü istilik dalğalarına məruz qalır. Təxminən 2,3 milyard uşaq isə sağlamlıq üçün təhlükəli hesab olunan hava çirkliliyi olan ərazilərdə yaşayır. Daşqınlar da uşaqlar üçün ciddi təhlükə yaradır. Dünyada 360 milyondan çox uşağın daşqın riski altında olduğu bildirilir. Daşqınlar yaralanmalara, boğulma hallarına və vəba kimi su mənşəli xəstəliklərin yayılmasına səbəb ola bilər. Əgər sosial şəbəkələrə baxanda, hansısa xarici ölkələrdə, rayonda istirahət edənlərə baxandan sonra özünüzü pis hiss edirsinizsə, qətiyyən utanmayın. Bu, normal insan halıdır. Və siz də, hörmətli istirahət edənlər, bu qədər çox şəkil paylaşmağa ehtiyac yoxdur ki, başqalarının da əsəblərini və yaxud da əhvalını pozmayasınız. İstənilən halda mütəxəssislər deyir ki, istirahət çəkmək, paylaşmaq deyil, anı yaşamaqdır. Və istirahət üçün mütləq rayona getməyə ehtiyac yoxdur. Elə öz məhlənizdə bir ağacın altında da həmin o rahatlığı tapmaq mümkündür. İnanmırsınızsa, xəbərə baxın.
Sosial şəbəkələr qaçırılmış yay sindromunu gücləndirir. Sosial şəbəkələrdə yayılan tətil paylaşımları və başqalarının istirahəti ilə öz həyatını müqayisə etmək qaçırılmış yay sindromu adlandırılan psixoloji vəziyyətin yaranmasına səbəb ola bilər. Bu barədə klinik psixoloq Stanislav Samburski məlumat verib. Mütəxəssisin sözlərinə görə yay mövsümü insanların böyük hissəsi üçün xüsusi gözləntilərlə müşayiət olunur. Nəticədə bir çox insan 3 ayı səmərəsiz keçirmək, maraqlı hadisələri qaçırmaq və ya kifayət qədər istirahət etməmək qorxusu yaşayır. Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan səyahət, əyləncə və tətil görüntüləri bu hissləri daha da gücləndirir. İnsanlar öz istirahətlərini onlarla, hətta yüzlərlə başqa insanın paylaşımı ilə müqayisə etməyə başlayırlar. Bu isə daha çox səyahət etmək, daha çox əylənmək və daha çox təcrübə yaşamaq istəyi yaradır. Samburskinin fikrincə, nəticədə istirahət insanı bərpa edən prosesdən çox yerinə yetirilməli olan növbəti tapşırığa çevrilir. Bu vəziyyət əlavə yorğunluğa, stresə və hətta düşünülməmiş maliyyə xərclərinə səbəb ola bilər. Mütəxəssis bildirib ki, keyfiyyətli istirahət üçün insanın çoxlu fəaliyyət planlaşdırmasına ehtiyac yoxdur. Bərpa olunmaq üçün rahatlıq hissi, fiziki və emosional rahatlama kifayətdir. İstirahət demişkən, Avropada dincəlməyə gedənlər üçün maraqlı bir xəbər hazırlamışıq. Hansı sahillər çox daha təmiz və istirahət üçün yararlıdır? İzləyək. Avropanın ən təmiz və ən çirkli çimərlikləri açıqlandı. Avropa Ətraf Mühit Agentliyinin 2025-ci il üzrə su hövzələrinin keyfiyyətinə dair hesabatı açıqlanıb. Hesabata əsasən Avropa nəzarətdə saxlanılan çimərliklərin, göllərin və çayların 96% minimum keyfiyyət standartlarına cavab verir. Yalnız 1,5% su hövzəsi pis kateqoriyasında qiymətləndirilib. Araşdırmaya görə Avropada ən təmiz çimərlik və sahil sularına malik ölkə Kipr olub. Burada nəzarət edilən bütün çimmə zonaları əla keyfiyyət göstəricisi əldə edib. Sonrakı yerlərdə Yunanistan, Bolqarıstan və Avstriya qərarlaşıb. Göl və çay sularının keyfiyyətinə görə isə Avstriya və Finlandiya liderdir. Hər iki ölkədə daxili su hövzələrinin təxminən 95%-i əla səviyyədə qiymətləndirilib. Ən zəif nəticə isə Albaniyada qeydə alınıb. Bu ölkədə su hövzələrinin cəmi 16,8%-i əla keyfiyyət göstəricisine malikdir. Estoniya, Polşa, Macarıstan və Belçikada aşağı nəticə göstərən ölkələr sırasında yer alıb. Hesabatda həmçinin bildirilib ki, daxili su hövzələri üzrə ən problemli vəziyyət İspaniyada müşahidə olunur. Ölkənin çay və göllərinin 11%-dən çoxu pis keyfiyyətli hesab edilir. Qeyd edək ki, Azərbaycanda ən təmiz çimərliklər Bilgə, Pirşağı, Şübalan və Mərdəkandır. Doğru peşə seçimi insanı bir ömür xoşbəxt edir. İnanmırsınızsa, bu xəbərə mütləq baxın. Sən demə, psixoloqlar tərəfindən hazırlanmış yeni bir test hansı sahədə olsanız daha çox sevinəcəksiniz sualının cavabını verir. Baxaq görək nə testi, nə etməliyik və peşəsini seçənlər də yoxlasın. Bəlkə həyatınız boyu yanlış peşədə çalışmısınız. Alimlər peşə seçimi üçün testlər hazırlayıb. Amerika Birləşmiş Ştatının Michigan Dövlət Universitetinin alimləri maraqlı bir nəticəyə gəlib. Gənclik dövründə müəyyən edilən peşə maraqları yalnız gələcək peşə seçimini deyil, insanın sonrakı həyatında verəcəyi mühüm qərarları da proqnozlaşdıra bilir. Journal of Personality and Social Psychology jurnalında dərc olunan tədqiqat çərçivəsində 8000-dən çox insan 11 il ərzində izlənilib. İştirakçılar 2011-2012-ci illərdə peşə maraqlarını müəyyən edən testlərdən keçib. 10 ildən çox vaxt keçdikdən sonra alimlər onların iş həyatı, ailə münasibətləri və ictimai fəaliyyətlərini təhlil edib. Məlum olub ki, liderlik, biznes və insanlara təsir göstərmək istəyi ilə xarakterizə olunan maraqlar daha yüksək vəzifələrə yüksəlmə, ictimai fəaliyyətlərdə iştirak və müxtəlif sosial uğurlara əlaqələndirilir. Sosial yönümlü maraqlar ailə və münasibətlər sahəsində, bədii maraqlar isə mədəni tədbirlərdə iştirak ilə bağlı olub. Tədqiqat müəllifləri bildirirlər ki, peşə maraqları insanın şəxsiyyət xüsusiyyətləri qədər, bəzi hallarda isə onlardan daha güclü proqnozlaşdırıcı amil ola bilər. Onların fikrincə bu testlərdən yalnız yeniyetmələr deyil, hər yaşda insanlar həyat və karyera qərarları verərkən faydalana bilirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun.
Sağ olun, salamat qalın.